Əllamə Həsənzadə Amuli var. Əllamə Həsənzadə Amuli əsrimizin ən böyük ariflərindəndir. Hal-hazırda da yaşayır. Onu danışıb mən dilindən eşitmişəm. Yazısında, yəni videosunu. Deyir ki, istirahət eləmək istəyirdim, yatmaq. Mən orucluq idi, nə idi? Uşaqlar səs saldılar, deyir. Uşaqlar səs saldılar. Durdum, biraz sərt dedim ki, sakit olun. Çox da dava salmadım ha. Dedim, sakit olun. Uzandım. Gördüm ki, yox, uşaqlara qarşı insafsızlıq elədim. Körpə uşaqlar da onlar nə başa düşür? Özümü qınadım, dedim ki, mən düz eləmədim. Yuxu gözümə getmədi. Vicdanım rahat olmadı. Böyük adam belə olur da, biz gündə 100 dəfə bəlkə qışqırarıq. Gördüm, yox, uşaqlara qarşı düz eləmədim, narahat elədim uşaqları. Yatmadım, durdum, getdim, hədiyyə aldım, şirini filan, gəldim, verdim, güldüm, danışdım filan, yenə də ürəyim rahat olmadı. Durdum, getdim başqa şəhərə, hara, necə uzun danışır, avtobusda əşdim, şəhər arası nəqliyyatla getdim, ustadımın yanına ki, bu. Deyir, içəri girəndə dedi ki, Allaha tərəf getmək istəyirsən, uşağa dözənmirsən. Yəni ki, hələ də qınıyır, bu qədər da bir dənə bəstirin, sakit olun sözünə şirniyyat da aldım, neynədim, oynadım, şey elədim, deyir, yox, olmamalıydı.